Həm uşaqların məktəb sumkasına qoya biləcəyiniz, həm də çayın yanında möhtəşəm gedən bulqa resepti. Mütləq hazırlayın, çox dadlı alınır. Əvvəlcə qaba 1 stəkan su, 1 stəkan süd əlavə eləyirəm. Üzərinə 1 xörək qaşığı şəkər tozu, 1 çay qaşığı maya, 1 çay qaşığı sirkə, 1 yumurta, 1 yumurtanın ağı, sarısını üzərinə üçün saxlayıram. Biraz da kərə yağ əlavə eləyib xəmir yoğururam. Xəmiri biraz gözlədirəm ki, acılansın. Xəmir gələndən sonra kündələrə ayırıb bu formada üzərini cəmi doldurub tavaya əlavə eləyib biraz gözlədirəm ki, xəmir özünə gəlsin. Sonra isə üzərini yumurta sarısını çəkib 180 dərəcədə 20-25 dəqiqə qədər bişirirəm. Qalanı xəmirini isə bu formada donat formasını verdim. Siz başqa cür də eləyə bilərsiniz. Çox dadlı alınır. Mütləq hazırlayın. Bayatlamayan dadlı bulqalar alınır. Həm görünüşü, həm dadı. Videomu da bəyənməyi unutmayın.